Salam dəyərli izləyicilər, mətbəximizə xoş gəlmisiniz. Qarşıdan yeni il gəlir, xanımlar asan başa gələn, sərfəli və bununla yanaşı çox ləzzətli reseptlər axtarırlar. Bugün sizinlə həmin reseptlərdən birini paylaşmaq istəyirik. Sınanmış reseptdir. Ən sərfəli, yumşaq və çox ləzzətli ballı tort hazırlayırıq. Xəmir üçün 250 qram şəkər tozu, 200 qramlıq stəkanla 1 dolu stəkan və 1 stəkanın da 1/4 qədər. Üzərinə 3 xörək qaşığı mürəbbə şirəsi və 5 xörək qaşığı da duru yağ əlavə edirik. Biz ağ gilas mürəbbəsinin şirəsindən istifadə elədik. Siz digər şirin mürəbbə sularından da istifadə edə bilərsiniz. Bu qarışımı su hamamında bişirəcəyik. Amma diqqət edin ki, su çox isti olmasın ki, qabınız çatlamasın. Həm də ona diqqət edin ki, qab suya toxunmasın. Ancaq buxarı ilə isinsin. Belə. Su hamamında bişməyə qoyduğumuz qarışım isinənə qədər biz yumurtalarımızı sındırıb yaxşıca çalırıq. Biz 2 orta boy, bir də xırda yumurta götürmüşük. Əgər yumurtalar iridirsə 2 ədəd götürün. Qazandakı su qaynara düşəndən sonra 10 dəqiqə bu qarışımı qarışdırırıq. Biz qabı qazanın üzərinə qoyanda qazandakı su ilıq idi. Gözlədik su qaynara düşdü, ondan sonra qarışdıra bu qarışımı bişirdik. Sonra yumurtanı az-az əlavə edib durmadan qarışdırırıq ki, yumurta bişməsin. Şəkər tozu əriyənə, üzərində köpüklər əmələ gələnə qədər təxminən 10-15 dəqiqə qarışdıra bişiririk. Kənarlarında qabarcıqlar əmələ gəlir. Deməli, hazırdır. Bu vaxt üzərinə bir silə çay qaşığı sodanın üzərinə bir xörək qaşığı sirkəni əlavə edirik və qarışdırırıq. Sodanı əlavə edəndən sonra köpüklər daha da artır. Yaxşı qarışdırandan sonra ocağın üzərindən götürürük. Bir çimdik duzu unun üzərinə əlavə edirik. Burada 450 qram un var. Un ələnmişdir. Az-az bura əlavə edib qarışdırırıq. 200 qramlıq stəkanla 3 stəkan yarım un götürmüşük. Onu həmişə ehtiyatla əlavə edin. Onun çox hissəsini əlavə elədik. Belə bir xəmir hazırladıq, sıyıq xəmir. Bir hissəsini də yoğurmaq üçün istifadə edirik. Xəmir isti olduğuna görə o təbii ki sıyıq olacaq. Bu sizi aldatmasın. Onu çox əlavə edib xəmirinizi bərkitməyin. Soyduqca xəmir özünü tutacaq və bərkiyəcək. Belə bir xəmir hazırlayırıq.
Ballı tortun xəmiri bir qədər axıcı olmalıdır. Gördüyünüz kimi ələ götürürük və xəmir axır. Unu çox əlavə eləsəniz yaymalarınız bərk alınacaq. 8 bərabər hissəyə ayırırıq. Kündələrin üzərini streçlə örtüb 5-10 dəqiqə gözlədik ki, bir qədər soysunlar, onlarla işləmək rahat olsun. Kündələri bir qədər gözlətdik, soydular. Şimdi bir yayırıq. Bunun üçün bir parça yağlı bişirmə kağıdı kəsib götürürük. Üzərini günə baxan yağı ilə yağlayırıq ki, kündəni rahat yaya bilək, yapışmasın kağıda. Təxminən 1 mm qalınlığında yaydıq. Hətta ondan da biraz az. Yumru formada kəsirik. Qapağın kənarları bıçaq kimi də özü kəsir. Və yaxud da yumru bir forma qoyub bıçaqla da kəsə bilərsiniz. Kəsdiyimiz qapağın diametri 26 cm-dir. Birinci kündəni yayandan sonra üzərini çəngəllə dişləkləyirik. Hələ sobaya vermirik. Qoyuruq bir kənara. Qoyuruq bişirəcəyiniz listin üzərinə. Digər ikinci kündəni yayırıq. Belə eləyirik ki, bizim üçün rahat olsun. Sobanı boş gözlətməyək. Konveyer üsulu ilə yaydıqca bişirir. İkinci kündəni yayandan sonra birinci yaydığımızı bişməyə qoyuruq və yaymağa davam edirik. Ballı tortun korşları əvvəlcədən isidilmiş 180-200 dərəcəli sobada 6-7 dəqiqə hazır olur. Amma sobalar müxtəlifdir. Diqqətli olun ki, ötürməyin. 8 korşumuzun 8-ini də bişirdik. Bu da kənar bucaqları. İndi kremimizi hazırlayırıq. 2 kremin qarışığından istifadə edəcəyik. Bişmiş krem və yağlı krem. Birinci bişmiş kremi bişiririk ki, soysun. Stəkan yarım şəkər tozu ilə 2 dolu xörək qaşığı unu yaxşı-yaxşı qarışdırırıq. Üzərinə stəkan yarım südü əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Ocağın üzərinə qoyub qarışdıra-qarışdıra qatılaşana qədər bişiririk. Görürük ki, qatılaşıb, qaynara düşüb. Qaynara düşəndən sonra 1-2 buğum qaynadıb götürürük. Artıq hazırdır. Götürürük. Arada bir qarışdıra-qarışdıra soyduruq ki, üzəri qaysaq bağlamasın. Bişmiş krem soyana qədər biz yağlı kremi hazırlayırıq. 125 qram yumşalmış yağı əvvəlcə krem halına gələnə qədər, ağarana qədər çalırıq. Yağı krem halına gələnə qədər çaldıq. Bəzən xanımlar soruşurlar ki, biz bişmiş kremlə yağlı kremi qarışdıranda çürümə olur. Çürümə temperatur fərqindən əmələ gəlir. Bir də qatılaşdırılmış süd duru olanda olur. İndi bizdə qatılaşdırılmış südümüz durudur. Görək necə olacaq, olanımız budur. Az əlavə edib ən aşağı sürəti ilə mikserini salırıq. Qatılaşdırılmış südümüz duru olsa da kremimiz çox gözəl alındı. Amma bəzən olur ki, qatılaşdırılmış süd duru olanda krem çürüyür. Əgər siz gördünüz ki, kreminiz çürüyüb, su hamamında mikserlə durmadan qarışdırın. Narahat olmayın. Bu zaman düzələcək. Üzərinə
Bişmiş kremi əlavə edirik. Bişmiş kremi kifayət qədər soyudun. Çünki temperatur fərqindən də çürümə olur. Bir bağlama şəkərli vanili və az-az qatlaşdırıb bişmiş kremi əlavə edib mikserin aşağı sürəti ilə qarışdırırıq. Belə gözəl hamar kremimiz alındı. İndi tortumuzu yığırıq. Əvvəlcə yığacağımız yerə yapışması üçün biraz krem çəkirik. Korju qoyuruq. Üzərindən krem çəkirik. Kifayət qədər krem çəkəndən sonra ikinci korju qoyuruq. Və bu qaydada davam edirik. Tortumuzu yığdıq. Kənar bucaqlarını qızılı rəngə çalana qədər sobada qurutduq. Bunları tökürük rondonun içərisinə. Un halına gələnə qədər üyüdürük. Sıra gəldi ən maraqlı hissəyə. Tortumuzu bəzəyirik. Əvvəlcə hazırladığımız ovuntu ilə tortun kənarlarını örtürük. Tortumuzun kənarlarını da ovuntu ilə örtdük. Yağlı bişirmə kağızının üzərində pətək şəklində belə bir trafaret kəsmişik. Qoyuruq tortumuzun üzərinə. Ələk vasitəsilə ovuntudan əliyirik. Ovuntudan birazcık tökdük. Çox dökmək olmaz. Və ehtiyatla götürürük. İndi mən kömək eləməliyəm, iki tərəfli götürməliyik. Ehtiyatla götürdük və tortumuzun üzərində pətək forması əmələ gəldi. Tortumuz tam hazırdır. Bəzəyini də tamamladıq. Üzərinə ballı tort yazısı və ay da qoyduq. Qara şokoladdan istifadə edirik bəzək üçün. Həm ballı tort yazmaq üçün, həm də ayını. Ayıya biraz ağ şokolad da istifadə elədik. Qara şokoladı su hamamında əridirik adi qaydada. Tökürük qənadi torbasına və yazılarımızı yazırıq. Pinguin paketin üzərində ballı tort yazdıq. Quruyandan sonra tortumuzun üzərinə qoyduq. Ayını da elə bir şəklin üzərinə qoyduq, pinguin paketi və şokoladla üzərindən getdik. Burada çətin heç nə yoxdur. İstədim ki, aydın olsun sizə də. Belə bir gözəl tortumuz alındı. Çox ləzzətli tortdur. Əslində bu resepti sizinlə paylaşmışıq. Amma videomuz keyfiyyətsiz olduğundan yeniləmək istədik. Elə siz də nə vaxt ki, bizdən xahiş edirdiniz. İndi tortumuzu kəsirik. Yəqin kəsmə şəklindən gördünüz ki, çox yumuşaqdır, yumuşalır. Bu qaldıqca daha da yumuşalır. Çox ləzzətli tortdur. Kəsik tortumuzu sizə ən kəsində göstərik. Ən kəsiyi də çox gözəl görünür. Çox gözəl tortdur. Çox ləzzətli tortdur. Siz də hazırlayın. Bayram süfrəniz üçün hazırlayın. Çox sərfəlidir. Çox ləzzətlidir, yumşaqdır. Tam siz istədiyiniz kimidir.
Bu qədər. Əgər bəyəndinizsə, videonu like etməyi unutmayın. Videonun aşağı hissəsində barmaq yuxarı işarəsi var. Həmin işarəni basmağı unutmayın, əgər bəyəndinizsə. Kanalımıza abunə deyilsənizsə, abunə olsanız sevinərik. Videolarımızı yaxınlarınızla, tanışlarınızla, olduğunuz müxtəlif sosial şəbəkələrdə paylaşmağı da unutmayın. Qoy çox insanlar görsün, izləsin kanalımızı. Bu qədər. Siz də hazırlayın, şirin-şirin yeyin. Sürələriniz bol ruzulu, bərəkətli olsun. Nuş olsun. Yeri gəlmişkən şərhlərinizi gözləyirəm. Bizə şərhlər yazın.